Xaçmaz şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə Konstitusiya və dövlət suverenliyi, hüquqi aspektlər və çağırışlar mövzusunda regional konfrans təşkil olunub. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Çıxışçılar hüquqi maarifləndirmə işlərinin davamlı xarakter aldığını, gənclərin hüquqi şüurunun artırılması və konstitusiya dəyərlərinin aşılanmasının vacibliyini qeyd ediblər. Tədbir çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənclər arasında hüquqi şüurun artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib. Xüsusi vurğulanmışdır ki, dövlət maraqlarının tələb etdiyi hər bir yerdə prokurorluq əməkdaşları daim ön cəbhədə olacaqlar və ümumiyyətlə dövlət qurumları, o cümlədən prokurorluq müasir dünyada, dəyişən dünyada, yeni reallıqlar şəraitində qlobal təhdidlərə cavab vermək iqtidarında olan institusional bir gücə çevrilməlidir. Konfransda da bu mövzuda maraqlı çıxışlar və təqdimatlar dinlənilmişdir.